Hər bir uşağın xoşbəxt olmağa, hər valideynin öz övladı ilə fəxr etməyə haqqı var. Mən 5 yaşından şahmat oynayıram, həyat özü də bir oyun kimidir. Hamı hər an qalib gəlməyə və seçilməyə çalışır. Mən UNICEF-in duzun yodlaşdırılma proqramının xoşməramlı səfiri seçilmişəm və bildirmək istəyirəm ki, yodlaşdırılmış duz insan həyatı üçün çox zəruridir. Yod çatışmamazlığı əqli inkişafın geri qalmasının əsas səbəblərindən biridir. Və bu Azərbaycan xalqının intellektual potensialına böyük zərbədir. Yodlaşdırılmış duzdan istifadə bu problemin ən asan həlli sayılır. Mən öz fəaliyyətimlə bu vacib işin həyata keçməsinə dəstək olduğum üçün özümü xoşbəxt hiss edirəm. Övladlarınızın əqli və fiziki inkişafı naminə yodlaşdırılmış duzdan istifadə edin. Hər bir uşağın xoşbəxt olmağa, hər valideynin öz övladı ilə fəxr etməyə haqqı var. Mən 5 yaşından şahmat oynayıram, həyat özü də bir oyun kimidir. Hamı hər an qalib gəlməyə və seçilməyə çalışır. Mən UNICEF-in duzun yodlaşdırılma proqramının xoşməramlı səfiri seçilmişəm və bildirmək istəyirəm ki, yodlaşdırılmış duz insan həyatı üçün çox zəruridir. Yod çatışmamazlığı əqli inkişafın geri qalmasının əsas səbəblərindən biridir. Və bu Azərbaycan xalqının intellektual potensialına böyük zərbədir. Yodlaşdırılmış duzdan istifadə bu problemin ən asan həlli sayılır. Mən öz fəaliyyətimlə bu vacib işin həyata keçməsinə dəstək olduğum üçün özümü xoşbəxt hiss edirəm. Övladlarınızın əqli və fiziki inkişafı naminə yodlaşdırılmış duzdan istifadə edin.